Sual nömrə 2. Sxemdə vizual təhlil apararkən müəyyən etmək mümkündür. Bizə burada müəyyən bir sxem təqdim ediblər və biz bu sxemi vizual təhlil edərək həmən sxemə aid olan məlumatları verilmiş xüsusiyyətlər arasından, burada belgilər arasından seçməliyik. İndi daha ətraflı şəkildə analiz edək. Burada bizə təqdim olunub, deməli bu sxemdə bildiyimiz kimi bu burada da qeyd olunur. Sxemin yuxarı hissəsi şimalı, aşağı hissəsi cənubu, avtomatik deməli bu tərəf şərq, bu istiqamət isə qərb olacaq. Gördüyümüz kimi burada bizə bulaq təqdim olunub və bulaqdan axan suyun istiqamətini göstərib. Bu istiqamətdə burada qarışıq meşələrin işarəsi qeyd olunub. Burada həm iyni yarpaqlı, həm enli yarpaqlı ağacların olduğuna dair məlumat qeyd olunub. Buradan çay axır. Çayın axın istiqamətini biz burada görürük. Çayın sağ sahilində burada bu istiqamətdə və burada yarğanlar var. Buradan horizontalların arasındakı məsafəyə diqqət etsək, görərik ki, sxemin qərb istiqamətində, qərb hissəsində meyillik daha çoxdur. Burada meyvə bağı təqdim olunub. Burada kolluq işarəsi var. Bu ərazinin ən hündür nöqtəsi gördüyümüz kimi burada qeyd olunub 156,1 metr. Kəsmə yüksəkliyi burada 5 metr təqdim edib. Deməli avtomatik olaraq burada biz hansı ərazi bizim üçün lazım olarsa onun mütləq hündürlüyünü hesablaya biləcəyik. İndi verilmiş xüsusiyyətlərə baxaq. Çay şəbəkəsinin sıxlığını biz bu ərazidə çay şəbəkəsinin sıxlığını müəyyən edə bilməyəcəyik. Çünki bu ərazi olan çaylara dair kifayət qədər məlumat yoxdur. Ona görə bu variant, bu bənd yanlış bənddir. Ərazinin şərqində qarışıq meşələrin yayılmasını biz burada qarışıq meşələrin şərt işarəsini görürük və ərazinin şərq hissəsində yerləşir. Bu doğru fikirdir. Qırılmış meşə və kolluqların geniş yayılmasını biz burada buna dair hər hansısa bir məlumat görmədik. Ona görə bu yanlış bənddir. Ərazinin qərb hissəsinin daha meyilli olmasını burada horizontallar arasındakı məsafədən görürük. Relyefin mütləq hündürlük amplitudasını biz bu əraziyə baxdıqda horizontallara əsasən hündürlükləri hesablaya bilərik. Ancaq burada amplitudanı hesablamaq üçün ərazidəki maksimum və minimum hündürlüyü bilməyimiz lazımdır. Biz burada maksimum hündürlüyü bilirik. Ancaq minimum hündürlüyü müəyyən edə bilməyəcəyik. İndi bu ərazidə həm çayın dərəsinin olduğu ərazidə, həm burada bulağın olduğu ərazidə daha alçaq nöqtələr ola bilər ki, biz bunu verilmiş sxemə əsasən tam şəkildə müəyyən edə bilməyəcəyik. Ona görə də amplitudanı müəyyən etməyimiz mümkün deyil. Burada dəniz və yaxud da okean göstərilsəydi, artıq bizə ən alçaq nöqtə bəlli olasıydı. Belə halda da biz amplitudanı hesablaya biləcəydik. 5-də verilmiş fikir yanlış fikirdir. Ərazinin qərbində yarğanların inkişaf etməsi, burada biz yarğan işarəsini görürük. 6 doğru fikirdir. Bizə qeyd edilib ki, vizual təhlil apararkən müəyyən etmək mümkündür. Deməli 2, 4 və 6 bəndlərindəki fikirləri biz verilmiş sxemə əsasən müəyyən edə bilərik. 2, 4, 6 Y bəndi doğru cavabdır.